Əhzab surəsinin 33-cü ayəsi uca Rəbbimiz həmin ayədə Allah istəmişdir ki, siz əhl-i beytdən hər növ çirkinliyi uzaq etsin və sizi tərtəmiz qərar versin. Qeyd etdiyimiz bu ayədə əhl-i beyt dedikdə kimlər nəzərdə tutulur məsələsi də gündəmə gəlməkdədir. Xatırladım ki, əhl-i beyt dedikdə Səhih-i Müslüm, Biharul Ənvar kimi əsərlərdə belə nəql olunur. Hədisi nəql eləyən Ümmü Sələmədir. Deyir, bu ayə mənim evimdə nazil oldu. Peyğəmbər əleyhissalam Əlini, Fatiməni, Həsən və Hüseyni əbanın altına aldı və buyurdu: İlahi, bunlar mənim əhl-i beytimdir, onlardan hər növ çirkinliyi uzaq et. Mən yaxınlaşdım ki, ey Allahın Rəsulu, mən də sizdənəm. Dedi, sən yerində qal, sən xeyir üzərindəsən. Artıq bu hədis əhl-i beyt dedikdə kimlərin nəzərdə tutulduğunu bariz şəkildə ortalığa qoymaqdadır. Burada bir sual çıxır ortalığa. Səqələyn hədisi. Madam ki, Səqələyn hədisi mütəvatir hədislər qrupundandır. Yəni, bu hədisi 110-dan artıq səhabə nəql edib, bütün müsəlman məktəblərində, mənbələrində səhih bir hədis kimi təhlil edilir. Necə ola bilər ki, Peyğəmbər əleyhissalam əhl-i beyti Qur'ana bərabər tutur? Dərindən diqqət etsək, sıradan bir məsələ deyil. Çünki Qur'an-ı Kərimdə 50-dən artıq sifəti var. Belə çıxır ki, Qur'an hansı sifətlərə, hansı əlamətlərə sahibdirsə, Peyğəmbərin əhl-i beyti də o sifətlərə, o əlamətlərə sahibdir. Əgər əhl-i beytdə zərrə qədər işqal olsaydı, heç vaxtı Qur'ana bərabər tutula bilməzdi.